Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallahu vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve Terhib kitabından namaz bölümü 23. fesil. Et-Tergibu fil muhafazati ala subhi vel asr. Sübh ve əsr namazlarını hifz etmək, qorumağa rəğbətləndirmək. Yəni, bu namazları vaxtında qılmaq və həmçinin cəmaatla qılmağa rəğbətləndirmək. Əbu Musa radiyallahu anhu deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Mən salləl bardeyni dəxaləl cənnə. Hər kim iki soyuq namazı qılarsa, cənnətə daxil olar. İki soyuq namaz dedikdə, bardeyn, bardun soyuq deməkdir. Sübh və əsr namazları qəsd olunur. Nə üçün iki soyuq namaz adlanıb? Çünki sərin vaxtı, soyuq vaxtı bu namazlar qılınır. Və Əl-Xattabi deyir ki, çünki bu iki namaz gündüzün iki soyuq vaxtı yerinə yetirilir. Yəni, günün ilk vaxtı səhər və bir də gün batmağa meyl etdikdən sonra artıq günün istisi getdikdən sonra, yəni artıq sərinləməyə doğru başlayanda. Əbu Zuheyr Umar İbn-i Rüveybə deyir ki, eşitdim Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurur. Lən yelicən nara əhədun sallə qablə tulu'i şəmsi və qablə qurubihə, yəni əl-fəcr vəl-əsr. Yəni, kim gün doğmamışdan qabaq və gün batmamışdan qabaq namaz qılarsa, cəhənnəmə girməz. Yəni, fəcr və əsr namazlarını. Kim gün doğmamışdan əvvəl və gün batmamışdan əvvəl bu iki namazı qılarsa, cəhənnəmə daxil olmaz. Və bu da Allah Teala'nın lütfüdür. Və cəhənnəmə daxil olma haqqında alimlər arasında ixtilaf var. Məryəm surəsindəki ayəyə görə Allah Teala buyurur ki, وَاِنْ مِنْكُمْ إِلَّا وَارِدُهَا Sizdən hər kəs ora varid olacaqdır. Və bəzi alimlər deyirlər ki, yəni hər kəs cəhənnəmə daxil olacaqdır. Bəzi alimlər isə deyirlər ki, bu ayə Sırat körpüsünə aiddir ki, hər kəs sıratdan keçməlidir. Və o alimlər ki, deyir, hər kəs cəhənnəmə daxil olacaqdır. Yəni, bu hədisə şərh verərkən deyirlər ki, yəni, hansı ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, iki namazı, sübh və əsr namazını qılan adam cəhənnəmə daxil olmaz. Yəni, əzab verilmək üçün, əzab toxunmaq üçün cəhənnəmə daxil olmaz. Amma ki, ümumi şəkildə daxil olmaq olacaqdır. O da bu ayəyə görə. Əbu Məlik Əl-Əş'ari deyir ki, atasından rəvayət edərək, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur. Mən sallə subhə fəhvə fi dimmətillə. Kim sübh namazını qılarsa, o Allahın himayəsində olar. Və hisabuhu alallahi və onun hesabı da Allahadır. Yəni, kim sübh namazını qılarsa, o Allahın himayəsində olar. Cündü ibn Abdullah radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Mən sallə subhə fəhvə fi dimmətillə. Kim sübh namazını qılarsa, o Allahın himayəsindədir. فَلَا يَطْلُبَنَّكُمُ اللّٰهُ مِنْ ذِمَّتِهِ بِشَيْءٍ Və Allah Teala sizdən öz zimməsini, himayəsindən bir şey tələb etməsin. فَاِنَّهُ مَنْ يَطْلُبُهُ مِنْ ذِمَّتِهِ بِشَيْءٍ رِكُّ Və kimdən də Allah Teala tələb edərsə onu yaxalayar, sonra onu üzü üstə cəhənnəmə atar. Və bu hədisdə keçən ki, Allah Teala'nın himayəsində, yəni Allahın himayəsində, Allahın qorumasında olar. Və Allah Teala öz himayəsindən, qorumasından bir şey tələb etməsin. Mənası odur ki, kim sübh namazını qılarsa
o insan Allah'ın koruması, himayesinde, zimmesinde olar ve o insana herhangi bir şeyle tecavüz etmeyin. Kim ki sübh namazını vaxtında və xüsusən də cemaatla məsciddə qılıbsa, əgər siz ona hər hansı bir şeylə təcavüz etsəniz, Allah sizi yaxalayar və siz Allahdan qaçıb qurtara bilməzsiniz. Və sonra Allah təala sizi üzü üstə cəhənnəmə atar. Və kim də əsasən bu cemaat namazında, cemaatla məsciddə qılana aiddir. Hər kim cemaatla məsciddə sübh namazını qılarsa, necə ki bu başqa rəvayətlərdə gəlir ki, məsciddə qılarsa cemaatla, o Allahın himayəsində, qorumasında, Allah Taala'nın ona amanlıq, əminamanlıq verməsində olar. Nə üçün xüsusi olaraq sübh namazı burada qeyd olunur? Çünki sübh namazını durmaq, cemaatla gedib qılmaq məsciddə məşəqqətlidir. Və cemaatla sübh namazını məsciddə qılan insan imanını qorumuş insandır. İman sahibi insandır ki, imanının tələb etdiyinə əməl edir. Nəfsi istəklərini yox, imanının tələb etdiyinə ki, məşəqqətli, çətin olsa da cemaatla məsciddə qılır sübh namazını. Və belə bir insan da qorunmağa, hifz olunmağa layiq insandır. Belə insan Allah Teala'nın himayəsində olmağa layiqdir. Və bu hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Allah Teala sizdən bir şey tələb etməsin öz zimməsi, himayəsindən. Kimdən tələb edərsə onu yaxalayar, sonra onu üzü üstə cəhənnəmə atar. Və bu da insanın Allah Teala'nın əhdini, zimməsini, himayəsini pozmasına aiddir. Və bu hədis haqqında iki məna ehtimal olunur. Birinci məna odur ki, kim sübh namazını cemaatla qılarsa, Allah Teala'dan əminamanlıq, aman götürmüşdür. Himayəsini, Allahın qorumasını, hifz etməsini sanki götürmüşdür. Allah'tan əhd almışdır. Və heç kəsə də bu insana əziyyət vermək, zülm etmək yaraşmaz. Və kim də ona zülm edərsə, sübh namazını cemaatla məsciddə qılana kim zülm edərsə, ona əziyyət verərsə, Allah Teala himayəsini, Allahın himayə etdiyi şəxsə zülm etdiyinə görə Allah Teala onu yaxalayar. Və onu üzü üstə cəhənnəmə atar. Və ikinci məna da odur ki, sübh namazını tərk eləməyin. Sübh namazını məsciddə cemaatla qılmağı tərk eləməyin. Yoxsa sizinlə Allah arasında olan əhdi, bu əminamanlığı, himayəni pozmuş olarsınız. Əgər pozsanız, Allah Teala sizi yaxalayar və onu, kim pozubsa bu əhdi, Allah Teala onu üzü üstə cəhənnəmə atar. Və bu hədis də bildirir ki, müsəlman sübh namazını cemaatla məsciddə qılmağa həris olmalıdır. Davamlı şəkildə və həmçinin kim sübh namazını məsciddə cemaatla qılırsa, ona təcavüz etmək, hər hansı bir əziyyətlə və yaxud da zülmlə ondan çəkinmək lazımdır. Çünki hədis çəkindirir. Əbu Basra Əl-Ğifari radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem bizə Məxmis adında bir yerdə, hansı ki yoldur, orada bizə əsr namazını qıldırdı. Və dedi ki, İnnə hədihi salətə uridat alə mən kənə qabləkum fədayyəuhə. Həqiqətən bu namaz, yəni əsr namazı sizdən öncəkilərə ərz edildi və onlar o namazı zay etdilər. Namazı qorumadılar, zay etdilər. فَمَنْ حَافَظَ عَلَيْهَا كَانَ لَهُ أَجْرُهُ مَرَّتَيْنِ. Və kim də bu əsr namazını hifz edərsə, qoruyarsa, onun əcri, savabı 2 dəfə, 2 qat olar. Yəni kim
əsr namazını vaxtında qılarsa, yəni qorumaq deyəndə namazı vaxtında qılmaq qəsd olunur. Kim vaxtında qılarsa və əgər məscid varsa, məsciddə cəmaatla qılarsa, onun savabı, mükafatı 2 qat olar. Əbu Bakır radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Mən sallə subhə fi cəmaətin fəhvə fi zimmətilləh. Kim sübh namazını cəmaatda qılarsa, yəni məsciddə qılarsa, o Allahın zimməsində, himayəsində, Allah Teala'nın ona verdiği əminamanlıqda olar. Fəmən əxfərə zimmətəllahi kəbbəhullahu finnəri livaçihi. Və kim də Allah Teala'nın himayəsini, bu zimməsini pozarsa, Allah Teala onu üzü üstə cəhənnəmə atar. Yəni kim pozarsa, necə ki əvvəlki hədisin şərhində keçdi, sübh namazını cəmaatla məsciddə qılan insana kimsə təcavüz edərsə, ona zülm edər və yaxud da əziyyət verərsə, sanki Allah Teala'nın himayəyə götürdüyü şəxsə zülm edərək Allah'ın bu himayəsini pozmuşdur. Allah'ın bu əhdini pozmuşdur və Allah Teala onu cəhənnəmə atar. Və ikinci mənası odur ki, namaz qılan insan, yəni sübh namazını qılan insan məsciddə qılmağa həris olmalıdır və davamlı olmalıdır. Ya kim də bunu pozarsa, imkan ola məscidə getməyə imkanı olduğu halda pozarsa, getməzsə, eləməzsə, sanki Allah Teala'nın bu zimməsini, bu himayəsini pozmuşdur. Abdullah ibn Ömer radıyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Mən sallə subhə fəhvə fi zimmətilləhi təbarək və teala. Kim sübh namazını qılarsa, o Allahın zimməsi, himayəsində, qorumasında olar. Fələ tuxfirullaha təbarək və teala fi zimmətihi. Və Allah Teala himayəsi, qoruması, Allah'ın əminamanlığı verməsini pozmayın. فَاِنَّهُ مَنْ أَخْفَرَ ذِمَّتَهُ طَلَبَهُ اللّٰهُ تَبَارَكَ وَتَعَالَى. Və kim də Allah Teala'nın zimməsini, himayəsini, amanlıq verməsini pozarsa, Allah Teala onu tələb edər və onu yaxalayar və üzü üstə və onu cəhənnəmə atar. Və bu da əvvəlki hədislərdə keçdiyi kimidir. Və bu hədisin də əvvəlində bunun qissəsi var. Yəni Haccac ibn Yusuf Səlim ibn Abdullah'a əmr edir. Hansı ki Səlim ibn Abdullah ibn Ömer'in oğludur. Yəni Ömer radıyallahu anh nəvəsidir. Haccac ona əmr edir ki, bir kişini öldürsün deyə. Və Səlim də o kişiyə deyir ki, Əsalleytə subhə, sən sübh namazını qılıbsanmı? Kişi deyir ki, bəli. Deyir ki, fəntaliq, yəni git, yola düş. Fəqaləhu Haccac. Yəni Haccac ona deyir ki, onu öldürməyə sənə nə mani oldu? Yəni Səlim o kişidən öldürməsi əmr olunan kişidən soruşur ki, sən sübh namazını qılıbsanmı? Cavab verəndə ki, bəli, kişini buraxır, deyir ki, get, yola düş. Öldürmür onu və Haccac soruşanda ki, nə üçün öldürmədin, mani nə oldu? Və onda hədisi danışır. Deyir, mənə atam danışmışdır ki, Abdullah ibn Ömer ki, o Allah Resulü sallallahu aleyhi ve sellem'den eşitmişdir. Kim sübh namazını qılarsa, o Allah Teala'nın himayəsində olar. Yəni həmən gün Allah'ın himayəsində olar. Və mən də istəmədim o kişini öldürüm ki, hansı ki Allah Teala artıq onu himayeye götürmüştür. Ona aman vermiştir. Haccac deyir ki Abdullah ibn Ömer'den soruşur, atasından Səlimin ki, sən bunu Allah Resulü sallallahu aleyhi ve sellem'den eşitibsən mi? O deyir ki, bəli. Və bu da sələflərin, keçmiş müsəlmanların yəni, sübh namazına və sübh namazını cəmaatla qılanlara verdikləri dəyəri bildirir ki, onlar həm sübh namazını qoruyurdular və
və həmçinin kim sübh namazını məsciddə cəmaatla qılırsa, ona dəyər verirdilər Allah Resulü sallallahu aleyhi ve sellemin hədisinə əməl edərək. Çünki onlarda, keçmiş müsəlmanlarda Allah Resulü sallallahu aleyhi ve sellemin sözləri, Allah Resulü sallallahu aleyhi ve sellem hədisləri onlar üçün qayda, qanun bir düstur idi və hədisi aşmazdılar, keçməzdilər. Haccac bin Yusuf baxmayaraq ki, zalım idi, nə qədər insanlar öldürmüşdü, amma hədisi eşidəndə hədisi aşmır. Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Yətəaqabunə fikum mələikətun bil-leyli və mələikətun bin-nəhar. Sizin aranızda gecə mələkləri və gündüz mələkləri bir-birini əvəz edir. Yəni, gecə mələkləri ilə gündüz mələkləri birisi gəlir, yəni gecə mələkləri gəlir, gündüz mələkləri gedir. Sonra gündüz mələkləri gəlir, gecə mələkləri gedir. Sizin aranızda, yəni siz möminlərin arasında. Onlar bir-birini əvəz edirlər. Və yəctəmi'unə fi salatil fəcri və salatil asr. Fəcr namazında və əsr namazında cəm olurlar, yəni bir yerə toplanırlar. Yəni bir dəstə gecə mələkləri gəlir, səhər mələkləri getməmiş, bir halda bir yerdə olurlar, yəni bir yerdə toplaşırlar. Thumma ya'ruju allazina batu fikum. Sonra sizin aranızda gecələyənlər qalxır, yəni Allah Teala'ya yüksəlirlər. Allahın yanına qalxırlar və bu da dəlildir ki, Allah Teala ucadır. Bütün məxluqatından ucadır, bütün məxluqatdan yüksəkdədir Allahu Teala. Fəyəsəluhum rabbuhum və huve a'lem bihim. Və Allah Teala, onların Rəbbi olan Allah daha yaxşı bildiyi halda onlardan soruşur. Yəni mələklərdən Allah Teala soruşur, özü daha yaxşı bildiyi halda. Keyfə təraktum ibadi, qullarımı necə tərk etdiniz? Yəni hansı halda necə tərk etdiniz qullarımı? Və bu da yəni Allah Teala soruşur əməllərin sonundan, əməllərin axırında. Və mələklər deyirlər ki, təraknəhum və hum yusallun və əteynəhum və hum yusallun. Biz onları, onlar namaz qıldıqları halda tərk etdik və namaz qıldıqları halda biz onların yanına gəldik. Və bu da iki namazdır, sübh və bir də ki, əsr namazı. Başqa rəvayətdə isə təştəmi'ul mələikətul leyli və mələikətun nəhar. Gecə mələkləri ilə gündüz mələkləri cəm olur. Fi salatil fəcri və salatil asr. Fəcr namazında və əsr namazında. İki namazda cəm olurlar. Fəyəctəmi'unə fi salatil fəcri. Fəcr namazında cəm olurlar, bir yerə yığılırlar. Fətas'adu mələikətul leyl. Və gecə mələkləri qalxır, yüksəlir. Yəni Allaha ucalır. Allah Teala'ya yüksəlir. Və təthbutu mələikətun nəhar və gündüz mələkləri isə qalır. Və yəctəmi'unə fi salatil asr və əsr namazında toplaşırlar. Və təs'adu mələikətun nəhar və gündüz mələkləri yüksəlir, ucalır Allaha tərəf. Və təthbutu mələikətun leyl, gecə mələkləri isə qalır. Və yəsələhum rabbuhum, və onların Rəbbi, yəni Allah Teala mələklərdən soruşur. Yəni özü daha yaxşı bildiyi halda, Allah Teala özü daha yaxşı bildiyi halda onlardan soruşur. Və buyurur ki, keyfə təraktum ibadi, qullarımı necə tərk etdiniz? Və deyirlər ki, əteynəhum və hum yusallun. Onlar namaz qıldıqları halda biz onlara gəldik. Və təraknəhum və hum yusallun.
və onlar namaz qıldıqları halda biz onları tərk etdik. Fəğfir ləhum yevməd-din və din günü, hesab günü, qiyamət günü onları bağışla. Yəni mələklər sübh və əsr namazını vaxtında cemaatla qılanlar üçün Allah Teala'dan bağışlanma istəyir. Və Allah Teala'dan istəyirəm ki, Allah Teala bizi eşidib yaxşısına tabi olanlardan etsin və Allah Teala bizi öz dinində sabit etsin. Allah sizə də bərəkət versin. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente. Estağfiruke ve etûbü ileyk.